Alyona'nın keçmiş ərinin şəklini bir də göstərməyiniz çox gözəl olardı. Sonra onu mən paylaşacağım Facebookda. Keçmiş ərlə də Dubaya gedib. Bu Dubai Allah bahod. Bu Erdoğan'a Dubai'ye gedibdi. Bir de yazılıb da. Allah qadan alim Allah boy bayatona. Nə yazılıb? Mən nitqim tutuldu mən. Prezident ailəsindən evli ola, qoy bunu izah eləyək. Prezident ailəsindən evli ola. Yəni Heydər Əliyevdən evli ola. Alyona keçmiş ərinlə Dubai'ye gedib qayrışmağa. Əlim üzümdə qaldı. Buyur qardaş, buyur söz səndə. Əsas məcara buradadır ha. Gözəllik buradadır. Ay yenə 100 aşağı düşdü. 100% Azər rayonunda şirik keçirdilər. Buyur. Yazır cəmaət bizə görə işıqsız, internetsiz qaldı bu günü ölkənin yarıdan çox. Biz kimsən? Deyən kimi ki Alyona Aliyevanın Dubai macəraları işıq söndü. İşıq söndü. 150 baxış düşdü aşağı. Bəlkə Alyona Aliyevanın başqa macəralarından deyək ki, sərf eləsin. Yaxşıca bir oyun oynayaq. İşıqları İlham Əliyev, işıqları yandırsan Alyona Aliyev Dubai macəraları haqqında danışmıram. İşıqları söndürsən. Əsli Alyona. Bundan mehriban düzəltmək istəyirlər bizə. Bax bundan. Vay, bundan mehriban. Deməli, Salam Qabil bəy, necəsiz? Binəqədidə Çiçək qəsəbəsində də işıqlar söndürüldü. Allah bu rejimin bəlasını versin. Deməli, işığı yandırdılar, amma heç bir Wi-Fi işləmir. Nəsə eləyiblər? Deməli, interneti söndürürlər. Wi-Fi'lər işləmir. İlham Əliyev bəlkə də elə bildi ki, biz buradan cəmaata çağırış eləyəcəyik ki. Tamam.